2019-cu il elə bil dünən idi, amma artıq 2026-dayıq. Bəs vaxt niyə belə tez keçir? Uşaq olanda 3 aylıq yay tətili bizə bir əsr kimi gəlirdi. İndi isə bazar ertəsi gözümüzü açırıq və bir də görürük cümədir. Səbəb qocalmağımız deyil, səbəb beynimizin işləmə mexanizmidir. Beynimiz bir kamera kimidir. Uşaq olanda hər şey yeni idi. İlk dəfə velosiped sürmək, yeni dostlar qazanmaq, onlarla yeni oyun oynamaq. Beyin dayanmadan rekord düyməsini sıxır və çoxlu xatirə yazırdı. Amma böyüdükcə hər şey rutinə çevrilir. Eyni yolla işə get, eyni yeməyi ye, eyni insanları gör. Beyin deyir, mən bunları onsuz da bilirəm və kameranın söndürür. Yeni heç nə yadda qalmayanda isə vaxt uçub gedirmiş kimi hiss edirik. Vaxtı yavaşlatmaq istəyirsənsə, beynini təəccübləndir. Evə başqa yolla get, fərqli bir yeməyin dadına bax, yeni nəsə öyrən. Həyatı hiss etmək üçün rutinləri qırmaq lazımdır. Yoxsa yenə oturub düşünəcəksən ki,